Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində təcili olaraq 2 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Abşeron rayonu Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksində yeni inşa olunmuş 7 mərtəbəli binanın 3-cü mərtəbəsində ümumi sahəsi 70 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli, sənədi kupçu olan, ipotekaya yararlı olan və bununla bərabər istilik sistemi kombi olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Abşeron rayonu Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksində yeni inşa olunmuş binada ümumi sahəsi 70 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli, isitmə sistemi kombi olan, qazı, suyu, işığı daimi olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 110 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda 6 otaqlı mənzil çox münasib qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Haqverdiyev küçəsində Elmlər metro stansiyasına və statistika komitəsinə yaxın 5 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 140 kvadrat olan 6 otaqlı dubleks tam təmirli bir mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzildə hər bir şərait var. Mətbəx, yataq, qonaq, otağı mebeli, kondisioner, plazma televizor, paltaryan, soyuducu və s. Mənzilin istilik sistemi kombidir. İsti soyuq suyu daimidir. Mənzildə qaz, su, işıq daimidir. Mənzil kombi sistemi ilə qızdırılır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Videomuzu sona dək izləyin, sonda qiymətini bildirəcəyim. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Haqverdiyev küçəsində Elmlər metro stansiyasına və statistika komitəsinə yaxın 5 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 140 kvadrat olan 6 otaqlı dubleks tam təmirli bir mənzildir. Mənzil əşyaları ilə birlikdə satılır. İstilik sistemi kombidir. İsti soyuq suyu daimidir. Qaz suyu işığı daimidir. Qiyməti 330 min manatdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da
çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə, 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda Leningrad layihəli 3 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Osmanlı hamamın yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 85 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi kubus olan bir mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Əvvəldə də bildirdiyim kimi sənəd kubsadır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzil həm əşyalı, həm əşyasız olaraq satışa çıxarıla bilər. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Osmanlı hamamın yaxınlığında, 9 mərtəbəli Leningrad layihəli binanın 6-cı mərtəbəsində, ümumi sahəsi 85 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi kubus olan, qazı, suyu, işığı daimi olan, binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olan bir mənzildir. Bu mənzilin qiyməti 180 min manatdır. Real alıcı olarsa cüzi endirim etmək də mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə, 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal Midada bir otaqlı mənzil ilkin ödəniş 82 min manatdan satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Mida yaşayış kompleksində. 9 mərtəbəli yeni inşa olunmuş binanın 9-cu mərtəbəsində ümumi sahəsi 35 kvadrat olan bir otaqlı, əlavə mətbəxi olan bir mənzildir, təcili olaraq satışa çıxarılıbdır. Mənzil əşyaları ilə birlikdə satılır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin sonuncu dayanacağı demək olar ki, Mida yaşayış kompleksinin daxilindədir. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Şərifzadə küçəsində yerləşən 3 saylı asan xidmətdən təxminən 500-600 metr arxada yeni salınmış Mida yaşayış kompleksində. İlk öncə Mida haqqında məlumat verim. Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir və bununla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Bu mənzildə Midada yerləşən 9 mərtəbəli yeni inşa olunmuş binanın 9-cu mərtəbəsindədir. Ümumi sahəsi 35 kvadrat, bir otaqlı, tam təmirli, isitmə sistemi kombi olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir, liftləri işləş vəziyyətdədir. Mənzilin ilk öncə də bildirdiyim kimi ilkin ödənişi 82 min manatdır, aylıq ödənişi 145 manatdır. Mənzildə hal-hazırda kirayəçi var, 440 manat
aylıq olaraq ödəniş ödəyir. Mənzilin nəqd şəkildə qiyməti 109.000 manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.